Salam dəyərli izləyicilər. Bu günləri bir əl analizi sizlərlə paylaşmaq istəyirəm. Bu əl o qədər zəngin informasiyaya malikdir ki, qərar aldım ki, bir neçə video davam edərək bu əldən sizlərə örnəklər, misallar, analizlər göstərim. Bu günləri ilk olaraq biləkdə olan cizgilərlə əlaqəli sizlərə örnək vermək istəyirəm. Növbəti videolarda isə digər məlumatlar haqqında da sizə geniş məlumat verəcəm. Gördüyünüz kimi bu əldə özüm də xüsusi olaraq qeyd etmişəm. 3 dənə bilək cizgisi var. Birinci bilək cizgisi insanın sağlamlığı ilə əlaqəlidir. İkinci bilək cizgisi maddi durumu ilə əlaqəlidir. Üçüncü isə xoşbəxtliyi ilə, yəni ki, mutluluğu ilə əlaqəli olan cizgidir. Və eyni zamanda da burada bir çox sorun, sıxıntılar varsa, yəni xəstəliklərlə əlaqəli, yaşamla əlaqəli problem varsa, eyni zamanda da bilək cizgiləri üzərindən görmək mümkündür. Əgər dördüncü də olursa, artıq bu müthişdir, super bir əldir deməkdir.